Dubaya 3 günlük tətil proqramı və xərcləri. Videonu save et ki, itirməyəsən. Birinci gün Tovuzquşu Parkına pulsuz giriş və yaxınlıqda yerləşən Gələcək Muzeyi ilə gələcəyi bir anlıq səyahət. Downtownda yerləşən luxury otellərdən biri olan Skyview-da Burj Xəlifə mənzərəli Şuşa sürüşkəndə uşaqlıq illərini qayıt. Köhnə və təzə Dubayı bir nöqtədən görmək üçün Dubai Frame-ə çıx və Dubayın keçmişi və gələcəyini görmə şansı qazan. Nahar yeməyi üçün Downtownda yerləşən Cəzənə Burak restoranına get və Burakın maketi ilə selfie et. Nahardan sonra otelinə gedib yol yorğunluğunu çıxardıqdan sonra axşama doğru Dubai Mall-a get, fontan şousu və Burj Xəlifədə lazer şousunu izlə. İkinci gün Günə Dubai Mall-da yerləşən Trov restoranında Burj Xəlifə və fontan mənzərəli və dadı damağınızda qalacaq səhər yeməyi ilə başla. Səhər yeməyindən sonra ikinci günü Wafi Mall-da yerləşən əsrarəngiz rəngli və sehirli işıqlarla bəzədilmiş Aya Universe ilə davam et. Dünyanın ən böyük və 150 milyon gül çiçəyi ilə bəzədilmiş Miracle Garden-a get və çox yaxınlığında yerləşən Butterfly Garden-ı ziyarət et. Axşam 6-dan sonra dünya ölkələrinin mədəniyyəti və adət-ənənəsini özündə əks etdirən Global Village markasına get. Üçüncü gün səhər 6-da yuxuna haram qatıb 6-9 arası 360 dərəcə infinity hovuz olan Auro Sky Pool-da səhər yeməyi ye. Azərbaycana qaydanda mənə Dubayda nə gətirmisən deyəcək qohum əqrabana və dost tanışına mərkəzdə yerləşən Day to Day-dən hədiyyəliklər al. Günorta 3 Dubai safari turuna qatıl və qumlar üzərində adrenalin yaşa. Dubayın ən gözəl mənzərəli restoranı olan Urla restoranında şam yeməyi ye və nargilə keyfi yaşa və səhər tezdən bir daha Dubaya ən yaxın zamanda qayıtmağı özünə söz verib Bakıya uçmaq üçün hava limanına get. 7 günlük tətil proqramı videosunun gəlməyini istəyirsənsə, bu videonu save et və maksimum dərəcədə paylaş.